Salam dəyərli izləyicilər, mən Vəfa müəllimə. Bugün də sizinlə 6-cı sinif rus bölməsi şagirdləri üçün Azərbaycan dili dərsliyinin 75-ci səhifəsindəki tapşırıqları yerinə yetirəcəyik. İzahları sadə, aydın şəkildə izah edəcəyəm. Ona görə də diqqətli olaq. Başladıq. İlk öncə baxırıq, bizdə dinləmə mətnimiz var və dinləmə mətninə keçid edirik. Einstein dərslərindən 2 alırdı. Dinləmə mətnimizin adıdır. Albert Einstein 20-ci əsrin ən böyük alimlərindən biridir. Onun haqqında geniş yayılmış bir fikir var ki, güya Einstein orta məktəbdə pis oxuyurmuş. Doğrudanmı dahi fizik Nobel mükafatı laureatı Albert Einstein orta məktəb proqramını mənimsəyə bilmirmiş? Einstein'in 1896-cı ildə aldığı orta məktəb attestatından görünür ki, 17 yaşlı Albertin cəbir, həndəsə, fizika, tarix fənləri üzrə bilikləri ən yüksək qiymətə layiq görülübdür. Gələcək dahinin cəmi 1/3-ü olub fransız dilindən. Bununla belə, Einstein 20 il sonra dünyanın məşhur universitetlərində müxtəlif dillərdə, o cümlədən fransız dilində mühazirələr oxuyurdu. Bəs elə isə Einsteinin zəif şagird olması haqqında əfsanə necə yaranıb? Gənc Albert gimnaziyada təhsil alarkən müəllimlərlə münasibəti həmişə gərgin olub. Azad düşüncəli şagirdin hərbi qaydaları xatırladan davranış normalarından heç vaxt xoşu gəlməyibdi. O həmişə gimnaziyadakı əzbərçilik sisteminə etiraz edib. Ən ağır cəzaya dözməyə hazıram, tək məni bu cəfəngiyatı əzbərləməyə məcbur etməsinlər. Beləliklə, Einstein attestatında bəzi fənlərdən yazılan aşağı qiymətlər çox güman ki, müəllimlərlə gərgin münasibəti ilə bağlı olubdu. Belə dinləmə mətnini yerinə yetirdikdən sonra keçid edirik növbəti səhifədəki, dərsliyimizdəki tapşırıqlara. Deməli, qeyd götürməklə Einstein dərslərindən 2 alırdı mətnini dinləyin, suallara cavab verin. Einstein kim olubdu? Mətndən də gördük ki, Albert Einstein 20-ci əsrin ən böyük alimlərindən biri olubdu. Neçənci əsrdə yaşayıbdı? Deməli, Albert Einstein 20-ci əsrdə yaşamışdı. Einstein hansı elm sahələri ilə məşğul olub? Bildiyiniz kimi, o fizika sahəsi ilə məşğul olubdu. 4-cü sualımız, o orta məktəbdə oxuyarkən hansı fənlərdən yüksək qiymət alıb? Deməli, Einstein cəbir, həndəsə, fizika, tarix dərslərindən həmişə yüksək qiymətlər almışdı. Tapşırıqda verilmiş sualları cavablandırdı. Birinci sualın cavabı Einstein kim olub? Einstein 20-ci əsrin ən böyük alimlərindən biri olub. Neçənci əsrdə yaşayıb? O 20-ci əsrdə yaşayıb. Einstein hansı elm sahəsi ilə məşğul olubdu? Einstein fizika sahəsi ilə məşğul olub. O, orta məktəbdə oxuyarkən hansı fənlərdən yüksək qiymət alıb? Deməli, o cəbir, həndəsə, fizika, tarix fənlərindən yüksək qiymət alıb. Keçirik, dəyərli izləyicilər. Suallar verilibdir və biz bu sualları cavablandıracağıq. Mətndə hansı mübahisəli məsələyə toxunulur? Müəllifin bu məsələ ilə bağlı mövqeyi necədir? O fikrini sübut etmək üçün hansı arqumentlərdən istifadə edibdir? Deməli, mətndə müəllif mübahisəli bir məsələyə toxunulur. Yəni, o bildirmək istəyir ki, həqiqətənmi görkəmli alim məktəbdə zəif oxuyurmuş. Sonra müəllif bu məsələ ilə bağlı mövqeyini bildirir. O, Einsteinin attestat qiymətlərini əsas götürərək arqumentləri sadalayır və fikrini sübuta yetirir ki, heç də Einstein, yəni 2 alan zəif oxuyan şagird olmamışdı. Sadəcə o məktəbin sərt davranış qaydalarına etiraz edərək əzbərçiliyin əleyhinə çıxmışdı və çox güman ki, müəllimlərlə vəziyyətinin gərgin olmasına görə bu qənaətə gəlmişlər ki, yəni daha doğrusu aşağı qiymət almışdısa da, yəni bu onun zəif şagird olmağından deyil, sadəcə müəllimlərlə arasındakı gərgin münasibətdən yaranmışdır. Dəyərli izləyicilər, B tapşırığındakı sualların da cavabını qeyd etdim. İndi gəlin yazı tapşırığımıza baxaq. Deməli, yazı tapşırığı, Ç tapşırığını bir dəqiqə.
Götürdüyünüz qeydlərə əsasən Einstein dərslərindən 2 alırdı mətninin məzmununu aşağıdakı struktura uyğun yazın. Deməli, giriş hissəyə nə yazacağıq? Geniş yayılmış fikir, müəllifin mövqeyi. Geniş yayılmış fikrə görə Einstein orta məktəbdə pis oxuyurmuş, əslində isə bu heç də belə deyil. Əsas hissədə müəllifin öz fikrini dəstəkləyən arqumentləri 1. Einstein orta məktəb atistatı, 2. Müəllimlərlə gərgin münasibəti. Sonluqda isə ümumiləşdirib və fikrin təsdiqini yazırıq. Beləliklə, Einstein orta məktəbdə yaxşı oxuyurmuş. Buna əsasən biz mətn yazacağıq. İndi mətnin yazılış bir dəqiqə indi yazacağıq. Belə, dəyərli dostlar, C tapşırığındakı deməli, bu bölgülərə, daha doğrusu mətnin quruluşuna istinad edərək belə bir mətn yazdıq. Einstein haqqında belə bir fikir vardı ki, güya orta məktəbdə pis oxuyub, müəllif bu fikrin doğru olmadığını bildirir. Əslində isə Einstein bir çox fənlərdən yüksək qiymətlər alıb, yalnız fransız dilindən aşağı qiymətləndirilib. Onun bəzi qiymətlərinin aşağı olması müəllimlərlə gərgin münasibəti ilə bağlı idi. Beləliklə, Einstein orta məktəbi zəif oxumayıb və bu fikir yanlışdır nəticəsinə gəlirik. Beləliklə, dostlar, bugünlük bu qədər. Növbəti dərs izahlarında görüşənə qədər hər kəsə uğurlar.